Motosiklet sürücülərinin velosiped və avtobus zolaqlarına daxil olmaq icazəsi yoxdur. Avtobus zolaqları ictimai nəqliyyatda hərəkət eləyən avtobuslara icazə verir ki, həmin zolaqla hərəkət eləsin və yalnız operativ nəqliyyat vasitələri həmin o avtobus zolaqları ilə hərəkət eləyə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət eləməsi qadağandır. Motosikletlər və yaxud da ki, mopedlər avtobus zolağı ilə hərəkət edirsə, bu o demək deyil ki, qəza hallarının azala bilər, qarşısı alına bilər, heç də belə deyil. Yəni həmin zolaq avtobus zolağıdır. Orada avtobuslar hərəkət edir. Lazım gəldikdə müəyyən icazə verilən yerlərdə və yerilən saatlarda digər nəqliyyat vasitələrdə daxil ola bilirlər. Görə düşünmürəm ki, əgər onlar avtobus zolağı ilə hərəkət eləyəcəksə, söhbət mopedlərdən, motosikletlərdən gedir. O zaman qəza deməli hallar azala bilər. Qəzanın baş vermə səbəbi əsasən yol hərəkəti qaydalarını bilərəkdən pozan sürücülərdir. O cümlədən avtomobil idarə edən sürücülər olsun, istər moped, istər motosiklet.